Verilişimizin bu sayında sizi elə silsilə qatillə tanış edəcəyik ki, onun etdiklərini sadə bir insanın bacaracağına kimsə inanmaz. O fala baxırdı. İnsanları gözlərinin içinə baxaraq ovsunlayır, pullarını, varlarını alırdı. Qurbanlarını öldürür, azadlıqda gəzirdi. Ən sonda onunla birgə qətl törədən şəxs hər şeyi açıb danışsa da yenə də 6 ay azadlıqda qalır. Çünki onun məşum bir xarizması və bacarığı var idi. İnsanlar arasında ikinci kimlik yaradaraq öz keçmişini, əsl kimliyini gizli saxlayırdı. Bir gün yeni kimliyi ifşa edildikdə o həmin şəxsiyyətindən imtina edərək əvvəlki vəziyyətinə qayıdır və 6 ay hər kəsi aldada bilir. Beləliklə, Yalama meşələrində hər kəsi vahiməyə salan, aylarla açılmayan 2 qətl və bu qətli törədən şəxsin dəhşətli dosyasını təqdim edirik. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. ...2014-cü ildə Xaçmaz polisinə məlumat verilir ki, rayonun Ləcət kəndində İlkin Tağıyev öz kompüter salonunda dəhşətli amansızlıqla qətlə yetirilib. Hadisə yerinə baxış keçirilərkən mərhumun meyidinin ayaqları kompüter masasının altına döşənmiş halda, özü isə uzanıqlı vəziyyətdə olduğu aşkarlanır. Onun ənsə sümüyünə küt alətlə dəfələrlə zərbə endirilib və ekspertizanın rəyinə görə məhz ölüm də bu səbəbdən baş verib. Ailə üzvləri hər hansı şübhəli şəxs görmədiklərini, mübahisə səsi eşitmədiklərini deyirlər. Hadisə gecə saatlarında baş verib. Bu zaman İlkinin atası Dağıstanda, anası isə evdə yatmış olub. Hadisənin hansı zəmində, niyə baş verdiyi bəlli deyil. Qətllə bağlı Xaçmaz prokurorluğunda cinayət işi açılır. Mərhum İlkin Tağıyev haqqında olan məlumatlar arasında deyilir ki, yaxşı insan olub, adamlara əl tutub. Evinə bitişik kompüter salonunu işlədir və Vaz 21012 markalı maşını ilə taksilik edirmiş. Bir nüans da var. İlkin 20%-dən sələmə pul da verilmiş. Araşdırma aparılsa da 6 ay ərzində istintaqçılar ciddi bir ipucu aşkarlaya bilmir. Hadisə üzrə şübhəli şəxs müəyyən edilə bilmir. Belə olduqda ənənəvi olaraq başqa bir qətl də ortaya çıxır. 6 ay sonra 2014-cü il oktyabrın 18-də səhər saatlarında Xaçmaz polisinə eyni kənddə daha bir qətl barədə məlumat daxil olur. Saat 9 radələrində verilən məlumata görə meşə ərazisinə yenə də xüsusi amansızlıqla öldürülən bir kişi meyidi tapılır. Hadisə yerinə keçirilən baxış zamanı Ləcət kəndi yaxınlığında Yalama Xudat yolunun şərq tərəfində Samur Milli Parkının ərazisində yenə də analoji amansızlıqla qətlə yetirilən kişi meyidi aşkarlanır. Meyit su kəmərinin ehtiyat buruğunun çalasında atılmışdı. Bu da azmış kimi kişi meyidi lüt idi və bədəninin bir neçə yerində siqaret izləri var idi. Kimsə onu xüsusi əziyyətlə qətlə yetirmişdi. Yaxınlıqda ev, obyekt, kamera olmayıb. Öldürülən şəxs Bakının Sahil qəsəbəsində qeydiyyatda olan Xudat şəhərində qaynatasının evində yaşamış 1982-ci il təvəllüdlü Zamiq Xeyrov idi. Zamiq Xeyrovun da ölümünə kəllə sümüklərinin sınığı nəticəsində qazanılmış zədələr səbəb olub. Eyni ilə ilk qətldə, İlkin Tağıyevin qətlində olduğu kimi. Bu hadisə ilə bağlı da rayon prokurorluğunda 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılır. İkinci hadisənin üzərindən 1 ay, birinci hadisənin üzərindən isə 7 ay keçirdi. Artıq bütün region Yalamada, Ləcət kəndində baş verən bu hadisələrdən, açılmayan cinayətlərdən narahat olmağa başlayırdı. İnsanlar meşəyə gedərkən narahat qalır, cinayətkarın pusquda olduğunu deyir, qorxu keçirirlər. Baş verən qətillərin və onların açılma mexanizmini daha da rahat anlada bilməyimiz üçün sizə bu yerdə tamam başqa bir obraz təqdim eləməliyik. Bu şəxs Qusar sakini Nazim Zəkərayevdir. O Qusardadır və son qətl baş verən günlərdə 3 gün evdə olmayıb. Sonra atası Nazimin böyük qardaşını göndərib ki, Nazimi tapsın. Beləliklə Nazim tapılıb evə gətirilib. Atası deyir ki, oğlum vəkil olmaq istəyirdi. Ancaq son bir neçə gündə yatmır, ağlayır, özünü öldürmək istəyir.
Şahidi olduğu bir qətl hadisəsi onu rahat buraxmır. Beləliklə, Nazimi Xaçmaz rayon polis şöbəsinə gətirirlər ki, şahidi olduğu qətl hadisəsini danışsın və rahatlaşsın, yoxsa özünə qəsd etmək istəyirmiş. Nazim şöbəyə şahid kimi girir, lakin bundan sonra dəhşətli hadisələr baş verir. Nazim atasına şahid olduğunu desə də, içəri girib elə şeylər danışır ki, bunları ifadə eləmək üçün gərək bir neçə dəqiqədə davam edək. Əvvəlcədən onu deyək ki, Nazim şahidəm deyərək içəri girir və aylar sonra 18 il iş alaraq daha da içəri girir. Bu barədə az sonra. Nazim Zəkərayev iştirak etdiyi bir qətl polisə etiraf edərək bildirir ki, dözə bilmir. O qeyd edir ki, bir ay əvvəl öldürülərək çılpaq meyidi su buruğunun çalasına atılan Zamiq Xeyrovu o və həmyerlisi Qusar sakini öldürüb. Hətta prosesdə bir qadın da iştirak edib. Verilişin bu yerindən sonra obrazlar dəyişir. Bu yerə qədər biz əsl qatilin Nazim Zəkərayev olduğunu düşünsək də, indi elə bir obrazdan tanış olacağıq ki, belə şəxsləri yalnız kabusla müqayisə eləmək olar. Olduqca soyuqqanlı və təhlükəli qatil olan Radik Məmmədov. Biz hələ ki onun adını Radik olduğunu bilmirik. Söz açdığımız hər iki qətli dırnaqarası memarı, quldurluq, dələduzluq, qatilliyi çox rahatca peşəsinə çevirən bir şəxs. Söz açdığımız qətillərin necə baş verdiyini az sonra açıqlayacağıq. Ancaq hələ ki Radik Məmmədov tapılmır. Nazim Zəkərayev qətli etiraf etsə də, hadisəni kimlərlə törətdiyini, detallarını belə könüllü şəkildə göstərsə də, Radik Məmmədov ölkədə gördüm deyən olmur. Çünki Radik Məmmədov sadə bir qatil deyildi. O həm falçı, həm dələduz, həm də onlarla insanı başdan çıxaracaq bir gücə sahibi idi. Onun həm də iki adı var idi. O nə vaxtsa aldadacağı insanlara, tezliklə tərk edəcək şəxslərə özünü Emin adı ilə təqdim edirdi. Buna görə də bir gün onun qətli etiraf edilsə də, onunla qətldə iştirak edən şəxs hər şeyi təqdim eləsə də, Radik tapılmır. Çünki onu Emin adı ilə axtarırlar. Onu heç kəs tanımır. Verilən ünvanlar heç yerdə təsdiqini tapmır. Radik axtarılan şəxsi əynindən soyunub, öz əsl kimliyi ilə həyatına davam edir. Radik Azərbaycanda ola aylarla aramızda gəzir, onlarla insanı aldatmağa davam edir. Nəhayət, törətdiyi ilk qətildən düz bir il sonra, 2015-ci ilin mayında daha bir şəxsi öldürərkən yaxalanır. Ağıllı quş tələyə dimdiyindən düşər deyirlər. Radik də Bakıda belə yaxalanır. O daha bir qurbanını bıçaqlayaraq, onun telefonundan təcili yardıma zəng eləyərək xəbər verir. Bununla da öz həbsinə imza atır. Bu barədə az sonra danışacağıq. Gəlin hər şeyi ardıcıllıqla təqdim edək. Başlayaq öz kompüter salonunda öldürülən İlkin Tağıyev. İnsanlara sələm verən, ancaq heç kəsdən problemi olmadığı deyilən İlkin Tağıyevdən. Radikin keçmiş arvadının qohumu olan İlkin Tağıyevlə o 2007-ci ildə ona kompüter satarkən tanış olur. 2014-cü ilin yanvarın sonlarında Radik Məmmədov İlkin Tağıyevin sələmə pul verdiyini bilir və ondan 450 manat borc alır. Fevralın sonu görüşərək sələmin faizi olan 80 manatı qaytarır, borcu isə qalır. Martın sonunda İlkin Radikə zəng edərək pulu istədikdə Radik pulunun olmadığını deyir. Bu zaman İlkin deyir ki, sən məni başqaları ilə səhv salma, pulu gətirməlisən. Radikin iddiasına görə davamında mərhum İlkin Tağıyev onu təhqir edir. Beləliklə, Radik manatlıq taksi ilə əvvəlcə Xudata, daha sonra oradan Ləcət kəndinə gəlir. Döngədə düşərək kompüter salonuna tərəf piyada gedir ki, maşından düşəndə diqqət çəkməsin. Yolun əks tərəfinə keçərək əvvəlcə müşahidə edir. Görür ki, kompüter salonunun qarşısında adamlar var. Bunu gördükdə o, salonu ötüb xəstəxanaya tərəf gedir. Bir saata yaxın orada vaxt keçirir. Salonun qarşısında insanların olmadığını gördükdə yenidən ora qayıdır. Əvvəlcədən götürdüyü bıçağa bənzər aləti də özündə saxlayır. Radikin iddiasına görə o içəri girəndə İlkin Tağıyev kompüter arxasında olub. Onu görəndə əlini çiyninin üstündən uzadaraq saymaz yana arxaya salamını alır və başı ilə stul göstərərək oturmasını istəyir. Radikin iddiasına görə o oturduqdan sonra hələ ki pulunun olmadığını deyir. Lakin İlkin deyir ki, bugün son gündür, pulunu mütləq gətirməlidir. Radik onunla razılaşaraq deyir ki, onda burada onu gözləsin, çöldə maşın var. Maşınla gedib ona pulu gətirəcək.
Bu zaman qalxaraq qapıya tərəf keçir. Üzbəüz ona gücü çatmayacağını görüb arxasına keçib və əlindəki alətin arxa tərəfi ilə var gücü ilə gicgahından zərbə endirir. Tərpənməyə aman vermədən qolunu boynuna keçirərək başının arxasından ardıcıl zərbələr vuraraq onu həyatdan məhrum edir. Sonra əlindəki əşyanı yaxınlıqdakı zibil qutusuna ataraq oradan uzaqlaşır. İndi isə gələk ikinci qətlə. Soyundurularaq öldürülən, üzərində siqaret izləri olan Zamiq Xeyrovun qətlinə. Bu qətli aydınlaşdırmaq üçün biz əvvəlcə qətli törədən üçlüyə diqqət eləməliyik. Radik, Nazim və Təranə üçlüyünə. Radik Nazimi ilk qətlini törətdikdən sonra Samur qəsəbəsində görüb. İkinci qətldən təxminən 15 gün əvvəl. Radik həmyerlisi Nazimə özünü əvvəlcə MTN işçisi kimi təqdim edib. Daha sonra Nazim Xaçmazın Maqsudkənd sakini Təranə Şıx Kərimovanın Radiklə tanış edib. Nazimlə Təranə həmin vaxta qədər artıq bir neçə dəfə əlaqədə olublar. Radik Təranə ilə evlənəcəyini vəd edərək, onu və yaxınlarını aldadaraq bir müddət onun, yəni Təranənin evində yaşayır. Sonuncu dəfə onlar 2014-cü il oktyabrın 17-sində Radik, Nazim, Təranə və Təranənin kiçik qızı ilə birlikdə məclisdən çıxdıqdan sonra az sonra çılpaq meydini meşəyə atacaqları Zamiq Xeyrovla telefonda danışırlar. Radikin iddiasına görə Zamiqin ona 5000 manata yaxın borcu olub. Maşında telefonla danışarkən Zamiq deyib ki, gəl Təranəgildə görüşək. Zamiq həmin vaxt Təranənin maşında olduğunu bilməyib. Radik soruşub ki, sənin Təranə ilə necə münasibətin var? Zamiq də deyib ki, o əxlaqsızdır. Bunu eşidən Təranə sərxoş olduğundan daha da qəzəblənib və deyib ki, Zamiq məni başqa kişilərdən 50-100 manat alaraq mənə 20 manat verib və məni alçaldıb. Gəl onu cəzalandıraq. Beləliklə onlar Zamiqi maşına mindirərək qapını içəridən bağlayıb sürə-sürə söhbət edirlər. Əvvəlcə onu oğlanlar yumruq təpi ilə, Təranə isə dikdaban ayaqqabısının altı ilə döyməyə başlayır. Daha sonra ara biraz da qızışır, Radik dəmir əşya ilə, Nazim isə danqıratla ona zərbələr endirirlər. Əvvəlcə onu öldürmək istəmirlər, düşünürlər ki, şalvarını soyundurub meşəyə buraxsınlar. Daha sonra Radikin iddiasına görə Təranə deyir ki, polisə şikayət eləsə başımız ağrıyacaq. Davamında isə şəhadət barmağını boğazına çəkərək öldürək işarəsini verir. Bundan sonra rəhimsizcə ölənə qədər döyürlər, təhqir edirlər. Meydini əvvəlcə Samur Abşeron kanalına atmaq istəsələr də, sonradan Təranənin nişan verdiyi yerə, Ləcət kəndi yaxınlığındakı su buruğunun çalasına atırlar. Ən pisi isə budur ki, bütün bunlar Təranənin uşağının gözünün qarşısında baş verir. Az əvvəl dediyimiz kimi bütün bunlardan sonra Radik daha 6 ay azadlıqda yaşaya bilir. Xırdalana gedir, Fəhlə bazarında tanış olduğu Maşdağa sakini Nadir Məmmədovla görüşür. Onun evində yaşamağa başlayır. Mayın 16-sı ev sahibi ilə evdə yeyib içdikdən sonra öz iddiasına görə Nadir Məmmədov onu təhqir elədiyindən mətbəx bıçağı ilə ona zərbələr endirir. Lakin məhkəmədə Nadir deyir ki, o məni yatan yerdə bıçaqlayıb. Radik Məmmədovun iddiaları üzərindən davam edirik. Belə ki, daha sonra bizə açıqlanmayan səbəblərdən bəlkə də hansısa planının bir hissəsi olaraq o Nadiri bıçaqlayandan sonra bıçaqladığı şəxsin telefonundan təcili yardıma zəng edərək məlumat verir, onları təcili çağırır. Evdən çıxıb qaçarkən post patrul əməkdaşları onu tutur. 14-cü bölmədə dindirilərkən əsl adı və soyadını deyərək cinayətləri etiraf edir. 2016-cı ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq, dələduzluq, xüsusi amansızlıqla adam öldürmə və başqa bir sıra ağır maddələrlə itham olunan Radik Məmmədov ömürlük azadlıqdan məhrum edilir. Könüllü təslim olması, digər cinayətlərin açılmasına göstərdiyi köməkliyi nəzərə alınaraq Nazim Zəkəryayev 18 il azadlıqdan məhrum edilir. Salamat qalın.